Salamlar herkese. Bugün çok rahat hazırlanabileceği limonlu bir kurabiye hazırlayırıq. İndi isə keçəcəyik hazırlama prosesinə. Gəlin bir yerdə başlayaq. Videodan da göründüyü kimi dadı çox dadlıdır. Kərə yağı əlavə edirik. Otaq temperaturunda şəkər tozu əlavə edirik daha sonra. Göz qərarı əlavə elədim. Mən daha sonra pudra şəkər də əlavə elədim, amma siz istəsəniz əlavə eləməyin, çünki çox şirin çıxmışdı həddindən artıq. 2 yumurta əlavə elədim, vanil əlavə elədim, qabartma tozu əlavə elədim və duru yağ əlavə elədim. Başladım onu yoğurmağa. Əslində bu hazırlama qaydası birinci bunları qarışdırmalıydım, amma mən başladım birbaşa yoğurmağa. Limon qabığı əlavə elədim və yarım limonun suyunu da əlavə elədim. Və hazırladığım xəmirdən xırda-xırda kündələr elədim. Əvvəlcədən isitdiyim 180 dərəcədə başladım 15 dəqiqə bişirməyə. Çox dadlıdır. Yoxlayın. Çox dadlı alınacaq.